Bakıda Bolt taksi şirkətinə məxsus avtomobilin qəza törədən sürücüsü ilk dəfə danışıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov bildirib ki, o narkoloji testdən keçib. Məni sadəcə qıcolma tutdu, dilim qatlandı, bərk qaza bastım. O güya 90 min manat pul yığılması və ona avtomobil hədiyyə ediləcəyi ilə bağlı yayılan şayələrə də aydınlıq gətirib. Deyib ki, cəmi 3-4 min pul yığılıb, maşın da hədiyyə edilməyib, yalan söhbətdir. O kart pulları başqalarına gedə bilər, amma bizim kartımıza gəlməyib, bizim gəlinin kartına gəlməyibdi. Bütündən pul gəlib, 3 manat, 5 manat, 10 manat, nə bilim 20 manat, onlar hamısı var. Danmıram. Amma yalandan demək ki, 90 min gəlibdir, ay oradan maşın söz veriblər, ay oradan 10 min pul veriblər, yalan söhbətdir. Allah şəhid ki, yalan söhbətdir. Qeyd edək ki, 2 gün əvvəl Bakıda Bolt taksi şirkətinə məxsus avtomobilin sürücüsü idarəetməni itirib və ara kəsməni yararaq Heydər Əliyev prospektində avtomobillərin üzərinə düşüb.